Oturma izni alan namizədlərə vergi ödəmək üçün, göç idarəsi vergisi ödəmək üçün Google'dan GİP yazırsınız. Buradan Gəlir İdarəsi Başkanlığını seçdikdən sonra dijital vergi dairəsi var. Burada hızlı ödəmələr seçirsiniz. Aşağıda göç idarəsi, ikamet tezgahı harç ödəməyə girdikdən sonra tahakkuk numarası. Başvurunuzun birinci səhifəsinin ən aşağısında tahakkuk numarası var. Mən əvvəlcədən kopyalamışdım. Onu kopyaladıktan sonra bu güvenlik kodunu da girək. Burada çıxır hamısı. Və ödə seçdikdən sonra bunun Google'dan girdiğinizdə tək problem nədir bilirsiniz? Kart numarası deyir, amma kart numarası çıxmır. Siz ən yaxşısı Google Store'dan, Play Store'dan GİP yazırsınız. Bunu yükləyirsiniz. Yüklənənə qədər sizə göstərim. Burada tahakkuk numarası var. Birinci səhifədən tahakkuk no yazır. GİP ödəmə tutarı da burada göstərilir. O numaraya girirsiniz. GİP yüklüyorsunuz Play Store'dan. Play Store'dan girirsiniz. Bunları atla giriş yap. Giriş yapmanıza gerek yoktu. Burada aşağıda hızlı ödemeler var. Hızlı ödemelerden yeniden göç idarəsi ikamet tezkeresini seçirsiniz. Tahakkuk numarasını yazırsınız. Güvenlik kodunu yazırsınız. Ve burada çıxır. Burada çıxdıktan sonra hamısı qiymət də aşağıda. Burada gördüğünüz kimi 3566 və ödəməyə seçdikdən sonra bak gördüğünüz kimi burada kart numarası görürsünüz. Kart sahibinin adı. Sonra ödəyə seçirsiniz. Ama her bank kartıyla